Herkese salam, mən Fidan. Bugün sizlə birlikdə 2 günlük vlogumun açılışını səsləndirirəm. Əslində vlogda sizlə salmışam, sadəcə olaraq mən indi üstdən səsləndirmə elədim ki, vloqa mahnı ilə başlamasın deyənə. Yəni belə indi burada dişlərimi falan fırçalayıram, səhər baxımımı eləyəcəm sonra. Çünki yuxulu olanda səsim biraz necə deyim, çobud çıxdığını düşünürəm. Ona görə üstdən səsləndirmə elədim. Çox maraqlı 2 günlük bir vloqdur. Ümid edirəm bəyənərsiniz. Ana videonu izləyək. Herkese salam, mən Fidan. Bugün sizə birlikdə bir günlük vlog çəkirəm. Sadəcə səhər yuxuluyum, yəni açılışı üstdən səsləndirmə ilə elədim. Bugünləri sizə bir yerdə həm evdə olduğum, həm də inşallah axşam tərəfi bulvara getmək istədiyimiz bir vlog çəkirəm. Saçıma muncuq düzmək istəyirəm və həmin düzdüyüm yerdə tinsel taxmaq istəyirəm. Bunu da TikTokda Zeynep Keleşdən gördüm. Buradan belə tinsel taxıb, tinselin yan tərəfindən də bir part muncuq keçmişdim. Ona görə dünənləri evdə axtarış edib muncuqlarımı tapmışam belə. Mən getdim bəyaqları elbədə şkafı yaşayanda muncuqlarımı tapdım. Belə yay üçün istifadə eləməyi. Keçən yay almışdım bunların hamısını. Bunlarla bir yerdə eləyəcəm. Yəni buradan ikisindən inşallah seçə bildiklərimlə. Yəni bu tərəfə belə deyim də sizə buradan bir tutam götürüb tinselin yanına eləyəcəm. Bir də tinsel almaq istəyirəm təzə. Bilmirəm amma nə rəng alım. İnşallah bəyəndiyim bir rəng tapsam alacağam. Yəni belə bu günlərdə dedim ki vlog çəkim. Boş-boşuna getməsin bugün. Ona görə vlog çəkirəm. İndi gedək çay içək. Səhər-səhər kofe də eləyə bilərik. İndi kofe eləyəcəm. Evdə 2 dənə belə kofe vardı. Mən bunu eləmək istəyirəm. Çünki çox ağırdır. Bu dəqiqə bunu içəməyəcəm. Onun yerinə bunu içəcəm. Evdə biraz bu kofedən vardı. Bundan da biraz əlavə edəcəm. Yəni çünki bekarçılıq dedim ki, indi bunu elim qutarsın. Muncuqları bura seçmişəm. İpim də buradadır. İndi buradan bir tutam saç ayıracağım. Belə istəyim sizə baxın. Buradan belə baxın bu istiqamətdə. Baxın bir dənə görüm necə yerdir. İndi isə bunu hörəcəyik. İndi mən bu tutamı belə hördüm. İndi isə keçirəm iynəni sapdan keçirəcəm saçımın uzunluğuna uyğun. İynəni sapdan keçirdim. İndi sap iynə olan tərəfi aşağıya, sapın bitdiyi nöqtəni isə belə götürürsünüz. Saçınızın bu yuxarısına bunu belə düym eləyəcəksiniz. İndi isə muncuğumuzu belə alırsınız. Bunu iynədən keçirirsiniz. İndi sonuna gəldik. Baxın bu belə oldu. Ətəyini nə edəcəksiniz? Bunu belə düyüm atmayın. Bunu bir dəfə belə buradan ipi belə bir tur atın. Sonra bir tur yenə belə atın. Sonra isə iynəni götürün və rezin var. Bax bu rezin. Bu rezini belə hörüyün içi ilə rezinin içinə salın. Mən saçımı düzləşdirəcəm çünki biz birazdan gedəcəyik bulvara. Birazdan dediyim saat yəqin ki 7-də falan çıxarıq evdən. Amma gəzərək gedəcəyik. Yəni Rosman falan da girmək istəyirəm həm də bilmirəm indi inşallah. Nəysə indi saçımı düzləşdirəcəm mən. Düz çox belə daha şiş, nə deyim? Əsil şişdir, arxası şişdir, qabağı şiş deyil. Mənə çox şey deyirlər, saç düzləşdirim, olsa saçın qəşəngdir, yəni yazıqdır, heyfdir falan. Amma inan ki, mən saç düzləşdirmə dəlisiyəm, yəni. Ona görə edirəm, bilmirəm. İndi saçımı 2-yə ayırdım, necə gəldi ayırıram onsuz da. İndi saçımı bu tərəfimə tuturam. İndi bu tərəfdən başlayıram yavaş-yavaş düzləşdirməyə. Saç isti qoruyucu spreyim var burada, onu gətirim mən bir dənə.
Bu arada bir dənə TikTok bir dənə akımı seçmək istəyirəm. Amma bitsin akımı. Hamı o toz pəmbə akımı verir. Mən onu eləmək istəmirəm. Mən siz hansısa bir manifest üyəsinin anımsatan bir makyaj eləmək istəyirəm. Manifesti bu arada baxmıram. Onu da deyim, yəni sadəcə bu aralar çox viraldır və mən də popülər kültür köləsi olduğum üçün düşünürəm ki, buna aid bir şey seçməliyəm. Yəni normalda baxmıram. Mən də Zoktayı bu arada. Bizim evdə hamı demək o Zoktayı çox sevir, yəni qabazım və qardaşım. Mən Zoktaya uyğun makyaj eləmək istəyirəm. Əgər istəyirsinizsə onun tiplərində bir makyaj eləyə bilərəm. Yəni belə. İndi saçımı düzləşdirəcəm. Saçımı belə düzləşdirdim, yəni düz oldu. İndi gedirəm kombin seçməyə, kombin eləyəcəm. Kombinimi də seçib sizə göstərərəm indi. Deməli canlar, mən belə bir kombin elədim, belə bir qırmızı köynəyə geyindim. Altına da qara şalvar geyindim və dırnaqlarımı taxdım, bu vişnəli olanları taxdım. İndi də make-up tutorial çəkəcəyim üçün bilməm çəkim çəkməyim, amma istəyirəm. Yəni əsas köynə burası biraz çox açıqdır. Amma heç olmaz. Arxada gələn mahnılar bizim playlist. Aksesuar olaraq da bu. Bu arada bu sevgi tapdım. Çox sevindim. Neyse, indi kombin eləyəcəm, makyaj eləyəcəm. İndi makyaj eləyəcəm. Bunu short soğuk çəkməyi planlaşdırıram. Yəni belə. Makyajım belə oldu və biz anlıq bir qərarla bağ evimizə getməliyik. Amma onu gələndə gedəcəyik. Onca indi gedək bir yerdə çanta yığaq ki, gələndə mənim üçün rahat olsun, yəni. Belə. Biz indi çıxdıq evdən. Belə. Bu anamın çantasıdır, bu da mənim. Makyajımı hazırlama videosu çəkdiyim shorts olaraq da. İnşallah onu bəyənərsiniz. Mən bəyəndim bu arada. Makyajım belə oldu. Xədiş. Böyle. Hadi qaralıb boy. Mayo izi, bikini izi. Anam. Xədiş. İndi gedək atamın iş yerinə. Atamın yanına dəyib oradan bir yerdə gedəcəyik. Atasında çox düşün. İndi biz qayalayacağıq Göyərti tərəfdə olan. Kraksda da aldıq belə. Dəniz qırağına gəlmişik belə. Biz sonra dənizin tam yaxınlığına dənizə düşmüşük. Keçib belə qumda yeriyirik indi. Şəkil falan çəkmək istəyirik. Hər şey görək. Nə yapacaq? İşıqlar çox pis verir uşaqlar. Dəniz elə bir palçıqdır. Çox az olub heyif. Nə bilim. Biz indi atamızı gözləyirik. Gəlsin bizi maşına götürsün, gedək evə. Özüm çıxsın Allah'a. Büyük az kamera şeyi. Işıqdır. İndi saat 12 tamamdır. Biz Novxanaya gedirik. Bütün hər şeyi yığmışıq belə. Biz indi bağ evindəyim. Mən əynimi falan belə dəyişdim. Ev paltalarıma keçirdim rahat. İndi futbola baxırıq bir yerdə. Mən telefona baxıram, daha doğrusu video editləyirəm. İnşallah sabahlar daha çox şey çəkəcəm. Yəni bu 2 günlük bir vlog oldu. Belə sabah havuza falan da girəcəyik, yəni. Burada dark spender falan var. Biz də burada bunu yeyirik belə. Burada dırnaqlarım çıxmadı çünki yapışqan kleyinə yapışdırmışam belə qəşəng qaldı. İndi inşallah bu vlogun yarısını editləyəcəm. İş sabahları çəkəndə onlarla ikisini birləşdirim. Yəni 2 günlük bir vlog olsun. İnşallah uzun olmasın, üstünlük verəcəm. İnşallah uzun olar. Olmasa da inşallah olacaq yəni. Yəni belə. İndi mən dişlərimi falan fırçalayacağım. Geçsin belə. Pijamalarımla onu belə də. Bayağı yoxum gəl. Bu arada saat 3'də yatmışam. Çünki burada yata bilmirəm mən. Duran havası mənə düşmür çox da. Neyse, indi makyajımı da dünən axşam çıxarmışam güc bəlayla. Heç yəni, indi əlimi üzümü yiyəcəm. Saçımı
Saçım çok qəşəng oldu bu arada. Biz havuzda istəmirəm. Saçımı isladım, islatmayım, bilmirəm yəni. Yəni belə İnşallah Novxanda 2 dənə vlog çəkmək istəyirəm. Bugün qalsaq, sabah da qalsaq çəkmək istəyirəm bir dənə də vlog. Tatil vlogu kimi sayın siz bunu. Çünki biz havuz ev olaraq bura gəlirik. Havuz çox qəşəngdir. Erxan sen ne var ki? Salam. İndi mən evə gedirəm. Evə gedim. Yemək yiyeyim, azmışam. Biz indi havuza girəcəyik. Gedirik kupa... Sırqam düşdü. Biz mayolarımızı geyinək gələk. Və geyiniməm mayom belə, tam göstərməyəcəm ama mayomu geyinmişəm. Burada təzə mayo almalıyım. Burası hər dəfə yadımdan çıxır. Sinseri getdim, keçən dəfə yadımdan çıxdı. İndi bir dənə hafif biraz make-up eləyəcəm ki, üzümü çünki suya vurmaq istəmirəm. İndi kosmetikalar falan bura gətirmişəm. Mən burada bir dənə konsileri götürüb istifadə edəcəm. Bir kiprimi qıvıracam və salam. Ona görə indi mən bir dənə kiprimi qıvırım, konsilerimi vurum və gəlim. Üzməyi bilmədiyimiz üçün biz bunlardan istifadə edəcəyik. Çünki mən üzməyi bilmirəm. Xəcə və Yusuf bu arada üzür indidən. Şimdi havuzdan çıxdıq. Aşk mantık intikama baxacağım. Tam yazdı. Burada mahnı qoşuram mən. Anam gel falan orada üzürlər. Mən üzmürəm çünki yoruldum yəni. Neyse belə. Atam abur cubur aldı. Deməli, cips aldı, kola aldı, simsik aldı. Burada Harlington kola vardı, bir də şokoladlı sütü var. Birazı bunu çölə çıxardacağım. TikTok çəkmək istəyirəm bir dənə. Amma bilmirəm. Yəni bunu tək çıxaramayacağım çünki bu belə bir hiss oldu və çox ağırdı. Yəni mən bunu çölə çıxara bilməyəcəm. Heç belə yəni. Hüsnə Xəcə hələ üzür bu arada. Xəcə, Yusuf videoma salam demək istəyirsiniz. Neyse indi heç nə belə. Saçım şişmir çünki saçımı su eləməmişəm. Amma biraz da su eləyəcəm. Biz Xədişlə oturmuş televizora baxırıq. Bu gün çox şey çəkə bilmədim. Ürəyimdə qaldı biraz. Çox şey çəkə bilmədim. Amma vlog, yəni bilmirəm nə çəkim. Yəni hər şey çəkirəm. Sonra çəkəcək heç bir şey qalmır yəni. Overthink saatım tutub indi də. Oturub overthink eləyirəm. Oturub indi overthink eləyirəm. Bilmirəm yəni. Belə şey olmaz. Evə gedənə makyajımızı falan eləyəcək. Bu arada bu gün də getməyi planlaşdırıq. Yəni burada bir gün qaldıq. Lap yaxşı məncə. Mən evə getmək istəyirəm. Çünki hər şey evdədir. Burada olanda narahat oluram. Saçım falan da dağılıbdır. Takmayın, bu küpəmə yaxşı. Hədi keşfetici göstər bizə. Heç deyən belə. Bu dırnaqlar da bu arada çıxmır. Çox sevinirəm. Kleyimi göstərsəm, uşaqlar elə bir kleyinə yapışdırmışam ki, bu dırnaqları. Bizim nə? Çin kleyi sayılır. Bilmirəm, elə bir şey. Saçımın mıncıqları da hələ də buradadır. Evə gedəndə duş alacağım. İndi istəmirəm amma. Çünki mən saçımı islatmamışam. Amma Xədi saçını islatmışdı oxuza girəndə. Yəni belə. Hətta bu videoda belə paylaşsam nəsə olar səncə? Yox, elə kökələr. Baxacaq o qədər kinom qalıb ki, uşaqlar. Yəni ya kinoları, filmlər, nə bilim, daha çox şey qalıb. Hamısına baxmalıyım. Bir də çox şey istəyirəm. Yəni mağaza gördüyüm hər şey istəyirəm. Bu da bir problemdir. Tək qüsurumuz mağaza gördüyümüz hər şey istəməyimiz. Hepsini belə. Hava da bu arada sərinləşib. Havaya baxım ya, hava o qədər sərinləşibdi ki. Belə. Bizim xarist. Bir saat getirib bir sərədə divanda uzanmışıq. Xədicə TikToka baxır. Mən də telefona baxıram, videonu editlədim. Və yorumlara oxuyuram da yazılır. 18 dəqiqə olsa filan delirəcəm. Bir də yorumlar çox şeydir, bir də vlogların çox uzun olsundu. Və mən çəkə bildiyim qədər çəkirəm deyənə. Problem odur ki, yəni deyir ki, sözləri kəsə-kəsə paylaşırsan. İcazə verirsən, özünün öz sözünü qutar sonra kəs də. Amma elə vaxt o arxadan səs gəlir və mən o səsin düşməsini istəmirəm deyənə vlogu kəsirəm. O danışdığım hissəni yarıda kəsirəm.
Amma düşünürəm ki, sizə məlumatı çatdıra bilirəm. Bu arada hava çox sərindir burada. İndi atamı gözləyir, atam gəlsin. Samovar falan qalamaq istəyirlər. Görək də indi. Xəlic də burada telefon var. Lego oynuyor. Nasıl Lego oynuyor? Xəzən keşfet uşaqlar. Daha 17 fraqmana da baxdıq. Bu görev də başarılı. Bir dənə qaldı. 600 İstanbul'un fraqmanı çıxıb Xədicə. Yəni ona da ona baxmalıyam. Bilmirəm. 600 İstanbul'a da baxdıq. O da çox maraqlıdır bu arada. Fraqmanında Deniz Arsa deyir ki, səndən hoşlandığım yazır kağıtda. Mən çox böyük bir səhv edib, sonra peşman olacaq Dəniz buna. Teo var ki, Teo. Hava artıq qaralıb, samavar qalayacaq indi. Atam gəlibdi. Heç indi gidirik samavar demləməyə. Samavar burada tək tənha. Samavar evi qaydasıyıq, bugün qaldıq burada. Şuraya da görən səsimiz eşidilir ki. Dünən bu arada qopdu biri. Səhər-səhər çayı istim indi, çay üstəcəm. 2 dənə kofe vardı, mən birini açdım. Bunu eləyəcəm indi. Günə burada son günümüzdür. İnşallah sonra təzə yeni gələcək saz olaraq indi 2 gün bizə bəs elədi belə. Sonra isə günorta yeməyimizi yedik. Atam zorlu tab almışdı. Havuzun kənarında belə meyvələr falan düzdük. Belə yəni son gedirdik yəni tadını çıxardıq deyim belə. Yəni sonra isə evə getdik, evə qayıtdıq yəni. Və canım biz evə gəldik. Mən saçımı falan qurutdum. Elə indi qurutacam pardon. İndi qurutacam saçımı. Bu arada saçımdan çıxmadı heç bir mıncıqlı tərpənməyib yerindən. Yəni vlogu bitirəcəm bu deməkdir. Çünki artıq biz evdəyik. Vlogu elə burada da bitirəcəm. Gedib saçımı qurutacam. Sonra da videonu editləyəcəm. Məncə maraqlı bir vlog olduğunu düşünürəm. İnşallah siz də bəyənərsiniz. Yəni əgər bəyəndinizsə like atıb olmağı unutmayın. Hansı nə tip videolar istəyirsinizsə yorumlara yaza bilərsiniz. Ümid edirəm video xoşunuza gələr. Başqa video vloqlarımda görüşmək üzrə. Öpüldünüz. Bye bye.